Məlum məsələdir ki, beynəlxalq səviyyəli tədbirlərin həyata keçirilməsində bu ölkənin bir çox iştirakçı nümayəndələrinin ölkəyə axışı, gəlişi, bütün bunları akreditasiya olunması, qeydiyyatdan keçməsi məsələləri ön planda olur. Bəli. Bəs səyahət etmək istəyənlər ən çox da bu tədbir öncəsi və tədbir zamanı bunlar üçün viza qaydaları bəzən elə olur ki, sadələşdirilmiş şəkildə də viza qaydaları həyata keçirilir. Amma indi bu dəfə məhz 13-cü sessiyada iştirak etmək, kənardan bir həvəskar kimi izləmək üçün, şəhərimizin qonağı olmaq üçün, tədbirin bir parçası olması üçün xarici vətəndaşlar ölkəmizə necə səyahət edə bilərlər, viza qaydaları necədir, hansı şərtlər var, süjetimizdən biləcəyik. Bakı növbəti dəfə beynəlxalq tədbirə ev sahibliyi etməyə hazırlaşır. Bu fon çərçivəsində dünyanın müxtəlif ölkələrindən minlərlə iştirakçının Azərbaycana gəlməsi gözlənilir. Bu cür qlobal tədbirlər təkcə şəhərsalma və inkişafı deyil, eyni zamanda ölkəyə giriş məsələsində gündəmə gətirir. Bəs Azərbaycana səfəri zamanı forum iştirakçılarının viza ilə təminatı necə təşkil olunacaq? Bu fon iştirakçılarının Azərbaycan Respublikasına səfərlərinin rahat və səmərəli təmin etmək məqsədi ilə BMT-nin məskunlaşma proqramının Yuan Həbitatın onlayn qeydiyyat sistemi və asan viza sistemi arasında inteqrasiya təmin olunmuşdur. Bu inteqrasiyanın nəticəsində asan viza sisteminin bu fon vizasına müraciət üçün xüsusi modulu 19 mart 2026-cı il tarixində istifadəyə verilmişdir. Belə ki, tədbirlə bağlı səfər edəcək əcnəbilər Yuan Həbitat onlayn qeydiyyat sistemində qeydiyyatdan keçdikdən sonra xüsusi keçid link əldə edirlər. Müraciətçilər bu keçidə daxil olaraq viza rəsmiləşdirilməsi üçün tələb olunan məlumatları doldurur, tələb olunan sənədi yükləyir və müraciəti tamamlayırlar. Müraciəti tamamladıqdan sonra 3-3 günü ərzində onlayn qeydiyyat sisteminə daxil etdikləri elektron poçt ünvanlarına vizaların rəsmiləşdirilməsi ilə bağlı məlumat göndərilir. Beynəlxalq tədbirlərin uğuru təkcə aparılan müzakirələr və qəbul olunan qərarlarla deyil, eyni zamanda iştirakçıların rahat və maneəsiz səfəri ilə də ölçülür. Xarici qonaqlar üçün səyahət prosesinin əvvəlcədən planlaşdırılması isə sonradan yarana biləcək çətinliklərin qarşısını ala bilər. Bu fon iştirakçıları üçün xüsusi viza kateqoriyası mövcuddur. Bu viza yalnız tədbir üçün rəsmi qeydiyyatdan keçən şəxslər üçün nəzərdə tutulubdur. Viza bir dəfəlik giriş üçündür, ödənişsizdir və 30 gün müddətinə etibarlıdır. Asan viza sisteminin rəsmi elektron viza portalı e-Viza.gov.az vasitəsilə viza rəsmiləşdirilən ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxsləri təcili vizaya müraciət edə bilərlər. Təcili viza qeyri-iş günləri və bayram günlərindən asılı olmayaraq 3 saat ərzində rəsmiləşdirilir. Fəqan Niftaliyev, Bəhram Cəbrailov, Səhər Çağı.